Salam, hər vaxtınız xeyir olsun. Mən bu gün Mantonikdə həmin o kitabımızın 7-ci bölməsini adi və olumlu kəsirlər olan hissənin və digər səhifələrində izahını verəcəyəm. Başlayaq. Birinci sual. Deyir, boş xanaya hansı müqayisə işarəsi yazılmalıdır? Biz belə bir şey dedik ki, keçərkən dərs mövzusunda da, yəni məxrəclərin müxtəlif olan kəsirləri müqayisə etmək üçün gərək eyni məxrəcə gətirək. Mən 3/1 kəsirini necə yazacağam? 3/1 kəsirini digər kəsirin məxrəc və kəsirinə ya istəsəm vuraraq gətirə bilərəm. 3-ü 2-yə vurduqda məxrəci nəyə vurursansa yuxarını da həminə də vurmalısan. Neçə eləyəcək? 6-da 2. Ya bu şəkildə yaz, 6-da 2 böyükdür, yoxsa 6-da 4. Əlbəttə ki, məxrəcləri eyni olduqdan sonra sürətlərinə baxırsan, sürətlər digər ədədlərin müqayisəsində olduğu kimi 2 böyükdür, yoxsa 4. Əlbəttə ki, 4 böyükdür. Yəni, işarəmiz bu yana olmalıdır və də o A variantıdır. Ya bu şəkildə yaz, ya da ki, həmin 6 və 4-ün sürət və məxrəcini eyni ədədə böldükdə, hansı ədədə bölsən 6-nı məxrəc 3 eləyər, əlbəttə ki, 2-yə. Məxrəci 2-yə böldüyümüz kimi aşağını neçəyə böləndə yuxarını, yəni sürəti də həmin ədədə bölməlisən. 4-ü də 2-yə bölürsən 2, 3-də 2. Yenə də gördüyünüz kimi 3-də 1 böyükdür, yoxsa 3-də 2, əlbəttə ki, 3-də 2. Sonra deyir, cəm hansı kəsirə bərabərdir? Yenə toplayırsan, 5-də 1 üzərinə gəl, 5-də 2. Məxrəclər eynidir. Bu dəfə sənin işin asandır. Yuxarını da ədədlərini topladığımız kimi toplayırıq. Məxrəc də eyni qalıb. Çünki eynidir, məndən heç bir əməl istəmir. 5, 1-in üzərində 2, 3. 5-də 3 də hansı variantdır? Əlbəttə ki, D variantı. Üçüncü sualdır. 4 tam 7-də 6 ədədin rəqəminə yazışı. Bax, tam isə öndə yazılır. 4 tam 7-də məxrəcdə dadə şəkilsi. Yəni, məxrəcim 7, 7-də 6. 4 tam 7-də 6. Hansı variantdır? Əlbəttə ki, A variantı. Növbəti sual. Deyir ki, verilən kəsirə uyğun onluq kəsir hansıdır? Burada baxın. 2 tam olduğu kimi qalacaq. Əgər bunun heç bir tamı olmasaydı, bax 2 tam 10-da 8. Bunun heç bir tamı olmasaydı, mən buraya 2 yox da 0 yazardım. Amma görürəm var axı 2 tam 10-da 8. Bunu necə yazacaqsan? Həmişə vergüldə 1-in arxasındakı 0-ın sayı qədər rəqəm bir rəqəmlidirsə elə özün yazacaqsan. Oxunanda da 2 tam 10-da 8. Biz bilirik ki, onluq kəsirlər məxrəci 10, 100, 1000, 10.000, 100.000 və s. kəsirlərə deyilir və burada da 10 bir rəqəmli, onun sürətində 10-da 8-in 8 bir rəqəmli olduğu üçün və mən birbaşa 2 tam 8, yəni 2 tam 10-da 8 yazıram. Yox, əgər belə olsaydı 2 tam 100-də 8, o zaman yenə yazacaqdın 2 tam 100-də 8 yuxarıdakı ədəd 0, 2 dənə 0-ım var axı. O 0-ın birinin yerinə 8 olacaq, amma digərinin yerində 8 olmayacaq. Çünki bura bir rəqəmlidir. Yox, 2 rəqəmli olsaydı 2 0-ın yerinə də bunu yazacaqdı. Məsələn, burada onun arxasında bir dənə 0 var. Həmin 0-ın yerinə də sürət bir rəqəmlidir deyə elə onu yazdım. Birbaşa loru dildə desəm, yəni belə başa düşdün. Amma 2 tam 100-də 8. Gəl bunu belə də deyim. Baxın, məsələn ki, deyirsən 4 tam 100-də 24. Düzdür? Yenə bunun tamı var. Yazıram 4 tam. Buradan bitdim. Bunun 100-ün arxasında görürəm 2 dənə 0 var. Həmin 0-ın yerinə yuxarıdakı ədədimdə 2 rəqəmli daxil. Elə 24-ümü yazıram. Çünki 2 0-ın yerində tutdu. 4 tam 100-də 24. Oxuyanda necə oxuyacaqsan və ya sənə kəsir verimi belə verir. Yenə 4 tam hansı onluqların, yəni onluq kəsirlərimizi dedik 10-da 1, 100-də 1, 1000-də 1. Hansının arxasında 2 dənə 0 var, həmin 0-ın yerinə də əlbəttə ki 24, 100-ündə. Onda oxuyanda deyəcəksən 4 tam 100-də 24. Yəni qısaca, indi bu 4-cü sualda cavabımız 2 tam 8. Yəni hansı variantdır? C variantı. Sonra 5-ci sual deyir, boş xanaya hansı kəsir yazılsa müqayisə doğru olar. Yəni 5 tam 4 böyük olmalıdır.
Bunları necə müqayisə edəcəksən? Bax, 5,4. Bunun arxasına istənilən qədər 0 yaza bilərsən də. 5,44. 6,3. Yenə bunun arxasında istədiyin qədər 0 yaza bilərsən. 5,38. Buna da istədiyin qədər 6,02. Yəni %2 də. Buna da istədiyin qədər 0 yaza bilərsən. Nəyə görə dedim bunu? Baxın, burada həmişə biz müqayisə edəndə ədədlər kimi düşünün. Birinci ədədlər görürdük eynidirsə, keçirdik yanına ikinci ədədə baxırdıq. İkinci ədəddə eynidirsə, keçirdik üçüncü ədədə baxırdıq. Üçüncü ədəddə hansı böyükdürsə, onu işarələyirdik. Eyni bunu da o qayda ilə edəcəksən. İndi bizə 5,4 daha böyük olmalıdır. Hansında bu şərt ödəyir? Mən də baxıram ki, görüm hansında bu şərt ödəyir. Bax, 5,44 %44 ödəməyəcək. Niyə ödəməyəcək? Çünki bax 5 gəlir, 4 gəlir, amma 0,4. Əlbəttə 0 yox, 4 böyük olacaq. Ona görə də bu ödəmir. 6 da heç ödəməz. 6 tam hara, 5 tam hara. Burada 5 tam %38-də dayanırsan. Bir də 6 tam %2-yə bax. Burada yenə 6. Əlbəttə ki 6 böyük olacaq. 6 tam hara, 5 tam hara. Bunlar çıxandan sonra qaldın, elə cavab da görsən budur. Bax, baxırsan 5 eynidir, 3-ə bax, ikinci ədədir. Əlbəttə ki 4 böyük olacaq. Deməli 5 tam %38, yəni C variantı o şərtimizi ödəyər. Nə olsun, deyərsən ki, ay müəllim, bəs 5 tam %10'da o da 5 tam %38'dir. Elə şey mi olar? Bura baxın, yenə deyirəm ha. 5 tam 4, bir də 5 tam 38. Nə olsun ki, bu 2 rəqəmlidir? Heç olsa da bunu 1-0 yaz, 2 rəqəmlilə. İndi bax görüm 40 böyükdür, yoxsa 38. Əlbəttə ki 40. Yenə şərtini ödəyən bu idi. Belə, bunlar daha ətraflı dərslərimizdə izah edirəm, amma yenə dedim ki, birdən başa düşməyərsiniz də, sizə də asan olsun başa düşmək. İndi sonra 6-cı sual. Birinci yenişikdə, bax bu sənin birinci yenişik. Mən həmişə belə məsələlərdə öz şagirdlərimə də deyirəm. 1, 2 dedi, sərgəli şəkildə yaz. Birinci yenişikdə 6,5 kiloqram. İkinci yenişikdə bundan qəti qorxmaya vergili qoyub. Digər məsələlər necə yazırdın elə? Yəni 6,5-dən 1,3 kiloqram az dediyinə görə. Yəni azdır. Deyir, ikinci yenişikdə nə qədər? Həmişə, bax bu axırıncı sual sizi çaşdırmasın. Burada deyir ki, 2 yenişikdə cəmi nə qədər oldu? Bir də deyir ki, ikinci yenişikdə nə qədər oldu? Həmişə bax bu sonuncu hissəyə diqqətlə baxın. Mən də 6,5-dən çıxıram 1,3. 5-dən 3 çıxdım 2, 6-dan 1 çıxdım 5. 5,2. Yəni hansı variantdır? A variantı. Sonra uşaqlar, 7-ci sual. Deyir, boş xanaya uyğun olan ədədi seçin. Görək, boş xanaya uyğun ədəd hansıdır? 9'da 3, yəni elə olmalıdır ki, ona bərabər kəsr olmalıdır. Baxın, 9'da 3 kəsrin sürət və məxrəcini eyni ədədə bölüb alınan kəsir həmin kəsirin özünə bərabərdir. Məsələn, 3'ü də 9'u da özünə bölürəm. Yəni 3'ü 3'ə böldüm. 9'u da 3'ə böldüm. Yenə deyirəm, məxrəci nəyə böldürsənsə, sürəti də ona bölməlisən. 9'u 3'ə böləndə düşdü 3. 3'ü 3'ə böləndə 1. Bax, həmin bu nə olsun deyərsən, ay müəllim, məxrəci fərqlidir, sürəti ayrıdır, fərqi yoxdur. Əgər həmin o kəsiri eyni ədədə bölmüsənsə və yaxud da eyni ədədə vurmusansa kəsirində, sürətində, aldığın həmin o kəsir o qabaqçı üstündə iş apardığın kəsirlə bərabərdir. Yəni 9'da 3 də, 3'də 1 də eyni kəsirdir. Bir-birinə bərabərdir. Necə deyirsən, 5 bərabərdir 5. 5 böyükdür yoxsa 5, deyirsən ikisi də bərabərdir. Eyni bunlar da onun kimi. 9'da 3 böyükdür yoxsa 3'də 1 bərabərdir. Çünki kəsirin sürət və məxrəcini eyni ədədə böldükdə həmin kəsir alınır da. Və ya vurduqda yenə həmin kəsirə bərabər kəsir alınır. Belə, burada hansı variant oldu deməli? Burada olacaq 3, yəni 3'də 1. Sonra 8-ci sual. Deyir, 11'də 6 kəsiri ilə 11'də 4 kəsirin fərqi hansı kəsirə bərabərdir? 11'də 6'dan da
4 çıxırsan, bərabər edəcək 11-də 2. Yəni hansı kəsirdir uşaqlar? Əlbəttə ki, D variantı. Növbəti deyir 3 tam 10-da 8 ədədindən kiçik ədəd aşağıdakılardan hansıdır? Gəl baxaq. 9-cu sual. Sənə verib ki 3 tam 10-da 8. A variantına baxıram. Gəl hələ mən bunu necə sadələşdirərəm? 8-dən 10-a hər ikisinə də bölünən kəsir nə ola bilər? Bayaq dedim ha, sürəti də məxrəci də eyni kəsirə bölsən, ona bərabər kəsir alacaqsan. 8-i 2-yə bölsəm 4 düşəcək. 10-u 2-yə bölsəm 5 düşəcək. 3 tamım da var idi. 3 tam 5-də 4-də 3 tam 10-da 8-də bir-birinə bərabərdir. Yəni ikisi də bir-birinə bərabər kəsirdir. Fərqi yoxdur. 3 tam 10-da 8, 3 tam 5-də 4 ikisi də bərabərdir. Görək. Deyir kiçik ədəd 3 tam 5-də 4. Xeyr, elə bu kəsirin özüdür. Mənə lazım deyil. B bəndi 4 tam 10-da 3. Elə mən bunu heç kəsir hissəsinə baxmıram, 4 tamına baxıram. 3 tam böyük olar yoxsa 4 tam? Əlbəttə ki 4 tam. Bu da yox. 3 tam 6-da 4. Burada dayanıram. Burada bax indi 4 tam 10-da 5. Yenə bunun tamı 4-dür. Heç böyükdür. Lazım da deyil. Elə mənə çıxır C variantı. Bir variantdan da tapa bilərsiniz. Sonra deyir ki, verilmiş təsvirə uyğun olaraq onluq kəsir hansıdır? Ay uşaqlar, bax bir dənə bu yüzü göstərir. O şeydə də var, ha, kitablarda da lap elə demək olar ki, bütün riyazi kitablarımızda ibtidai sinifdə həmişə bunlardan rastlaşmışıq. Yüzlük, məsələn, bu bir dənə yüzü göstərir. Bu və yaxud da bunun 2 dənəsi var, bunun minliyi də var. Bu nədir? Yüzü göstərir. Sən saysan görərsən ki, bax bu niyə hardan bilirəm yüzü göstərir? Burada da 10 dənədir. Burada da 10 dənədir. 10 vuran neçə edir? 100. Burada 100 dənə balaca kublar var. Bu bir yanda nə qədərdir? Bu bir yanda da baxıram ki, bax 10, 20, 30, 40, 50, 60, 60. Burada neçə? 67. 67 dənəsidir. Götürülüb buradan. Deməli 100-ün birim tamdır. Bax bu tamdır. Bu sənin tamındır. 1 tam %63. Bunun özü böyük 100 idi axı. Bu 100-ün 63 hissəsini götürüb rəngləyiblər. Ona görə yazırsan 1 tam %60, üzrlü sayın 67. Yəni saydıq gördük ki, bu 100 dənəliyin içindən 67-sini rəngləyiblər. Yazırsan 1 tam %67, yəni D variantı uşaqlar. Sonra cəm neçəyə bərabərdir? 2 tam 12, üstə gələk 5 tam 0, 7, 2 üstə 7, 9, 1, 2 üstə də 5, 7. 7 tam 19. Yəni hansı variantdır? Əlbəttə B variantı. Növbəti sual. Rənglənmiş hissəyə uyğun kəsir hansıdır? Yenə bax gör neçə hissəyə bölünüb. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə hissəyə bölünüb. Neçə hissəyə bölündüyünü məxrəcdə, neçə hissənin götürüldüyünü bizdən də rənglənmiş istəyir axı. Götürüldüyünü isə 1, 2, 3 dənə. Sürətə yazırsan 8-də 3, yəni B variantı. Bu kəsirlər haqqında YouTube-da izah yerləşdirmişəm. Yəni sizin üçün də yararlı olar. Həm ibtidai siniflər üçün, həm də təkmilləşdirmə qrupum üçün çəkmişdim. Ümumi hər kəsə açıq. Yəni istəsəniz həmin o kanaldan o videoya da baxa bilərsiniz. Keçək növbəti məsələyə, səhifəyə daha doğrusu. Birinci sual. Verilən kəsiri ixtisar etsək, hansı kəsir alınmaz? 24-də 18. Və bunu 2-yə ixtisar eləsən, 18-i 2-yə bölsən 9. Niyə dedim? Nəyə bölmüsənsə sürəti məxrəci də o ədədir. 24-ü 2-yə bölsən neçə düşəcək? Düşəcək 12. Yenə 9-dan 12 nəyə bölərsən? 3-ə. 9-u 3-ə böləndə 3, 12-ni 3-ə böləndə 4, 4-də 3. Baxırsan görək ki, hansı kəsirlər alındı. Məsələn, 12-də 9 aldım, 4-də 3 aldım. Başqa necə ixtisar edə bilərəm? 24-də 18-i başqa nəyə bölə bilərəm? Əlbəttə bölərsən 3-ə. 18-i 3-ə bölsəm neçə düşəcək? 6. 24-ü 3-ə bölsəm 8.
Bax, 8-də 6 da aldım, amma 6-da 4 almamışam. Yəni C variantı. Hansı kəsir rənglənmiş hissəyə uyğun kəsirdən kiçikdir? Görək əvvəlcə rənglənmiş şəkildə kəsir olaraq nəyi göstərə bilər? Baxırsan ki, neçə hissəyə bölünüb? Bayaq yuxarıda dedim 1, 2, 3, 4, 5, 6. 6 hissəyə bölünüb məxrəc 6. Neçəsi rənglənib? İkisi. 6-da 2. Baxın aşağılar. Bunun yenə sürət və məxrəcini hansı edə bilə bilərəm? İkisinə də bölünən əlbəttə 2. 2-ni 2-yə böldüm 1, 6-nı 2-yə böldüm 3. 6-da bax bu buna bərabərdir. Yəni deyə bilməzsən ki, 3-də 1 6-da 2-dən kiçikdir və ya böyükdür. İkisi də eyni şeydir, bir-birinə bərabərdir. İndi deyir ki, uyğun kəsirdən kiçikdir. 6-dakı elə özüdür. Mənə 6-dakı lazım deyil. 3-də 1 bayaq dedim, bir-birinə bərabərdir. Bu da lazım deyil. Bəs indi 6-da 4 deyir. Gəl 5-də 1-dən 6-da 4-ə baxaq. 6-da 4 böyük olar, yoxsa 6-da 2? Əlbəttə ki, bunun sürəti daha böyükdür də. 6-da 4. Məndən də kiçik olan istəyir. Elə hansıdır kiçik olan? C variantı. Üçüncü sual. Deyir, velosipedçi əvvəlcə yolun 7-dəki hissəsini, sonra isə 7-də 3 hissəsini getdi. Bu yolun mənim tam 7-də 7-dir. Bax, bu kəsr xətti bölmək deməkdir. 7-ni 7 böləndə zaten 1 düşür. Mənim yolum 1-dir, tamdır. Yolum budur, 7-də 7. Mən 7-də 7-nin əvvəlcə 7-də 2-sini gedirəm, sonra da 7-də 3-ünü gedirəm. 7-də 7-dən 7-də 2 çıxanda məxrəclərin daxilində sürətlər çıxıram. 7-dən 2 çıxdım 5. Qoy sənə belə yazım, daha yaxşı başa düş. 7-dən 2 çıxdım 5. 5-dən də 3 çıxdın 2. Deməli, neçə hissə? 7-də 2 hissəm qalıb. Gedirməyib. Yəni A variantı. Ya belə yaz, ya da bilsən neynə? Getdi yollar topla. 7-də 3-ün üstə də 7-də 2 gəl, 7-də 5. Sənin də yolun 7-də 7 idi. 7-də 5-dən də 7-də 7-dən də 7-də 5 çıx, vəsə. Bu da sənin gedə bilmədiyin qalan yol. Belə. Burada isə baxırsan ki, bir tam, yəni tam hissəyə kimi gəlib. Görürəm ki, burada 2 tam göstərir də. 1 tam, 2 tam. Bu 1 tamdır. Bu da 1 tamdır. Bu 1 tamı da bölüblər 1, 2, 3, 4, 5, 6, 7 hissəyə bölüblər. Yəni 1 tamım əlimdə var. Digərindən də 7 hissəyə bölüblər. Neçəsini götürüblər? 1, 2, 3, 4 dənəsini götürüblər. 1 tam 7-də 4. Yəni C variantı. Deyir, verilən onluq kəsirə uyğun olmayan adi kəsir hansıdır? Uyğun olmayan deyir. İndi qulaq asın. 3 tam 100-50. Belə də yaza bilərsən. Və yaxud da bunu 10-a bölə bilərsən. 3 tam 10-da 5. Belə də yaza bilərsən. Və yaxud da bunu 3 tamın 50-100. Hər ikisini də 50-yə də bölə bilərsən. 50-ni 50-yə böldüm 1, 100-ü də 50-yə böldüm 2. 3 tam 2-də 1 də yaza bilərsən. İndi baxaq görək hansılar ödəyir. Baxıram ki, 3 tam 10-da 5 aldım mı? Aldım. Olmayan istəyir məndən. 3 tam 100-50. Elə bu onun yazılışıdır. Sonra 3 tam 2-də 1. Elə bu da. 3 tam 50-20 xeyr. Yəni D variantı. Növbəti də. Deyir 10 tam 10-da 9 kəsirindən böyük olan kəsir hansıdır? Bax 10 tam 10-da 9. Bu sənin budur kəsirin. Böyük olan istəyir. 10 tam 8 verib. 10 daha doğrusu 8 tam 99 verib. 10 tam 10 verib. 10 tam 95 verib. Sənə nə deyir ki, böyük olan? Əlbəttə ki, baxıram 10, 10 eynidir. 8 kiçikdir, bu getdi. 8 tam heç 10 tam yanında etsən getdi. Qalıram 10 tam 10, 10 tam 95, 10 tam 9. Bunun yanına da 0 yazıram. Bunlardan eyni sayda edirəm virgüldən sonra. Görürsən 90, 10, 95. Baxıram görüm hansı böyükdür. Əlbəttə 90 böyük olar yoxsa 10. Əlbəttə ki 90. Bu da getdi. Elə əlimdə qaldı 95. Deməli 10 tam 95, 10 tam 9-dan 10-da 9-dan nədir? Böyükdür.
Sonra 7-ci sual. Deyir, bir qabda 2,1 litr. Yenə birinci, ikinci qab söhbəti. Mən necə yazıram? Birinci qab 2,1 litr. İkinci qabda 2,12 litr. Üçüncü qabda 3,25 litr su var. 3 qabda. Bax, demir ha, üçüncü qabda. Həmişə burasına fikir ver. 3 qabda, yəni üçünü də toplayırsan. Yenə necə eləyəcəksən? Bax, bunun yanına da bir dənə sıfırımı yazıram. Hamısını eyni vəziyyətə gətirirəm. 0 üstə 2, üstə gəl 5 gəl 7. 1 üstə 1, 2 üzərinə gəl 2 gəl 4. 2 üstə 2, 4, 4 üstə 3 gəl 7. 7,47. Yəni hansı variantdır? D variantı. Deyir, hansı kəsir ixtisar oluna bilməz? Əgər kəsin sürət və məxrəci sadə ədədlərdirsə, ixtisar oluna bilməz. Əgər kəsin sürət və məxrəcinin ortaq böləni yoxdursa, ixtisar oluna bilməz. Məsələn, 10 ilə 25-i, 10-u da 25-də 5-ə bölə bilərəm. 8 ilə 16-nın hər ikisini 8-də bölə bilərəm. 21-dən 28-i sürəti də 7-yə bölə bilərəm. Məxrəci də 7-yə bölə bilərəm. Amma D variantı yazıq bədbəxt 13 sadədir. Nəyə böləcəksən? Bir özünə bölünür, bir də 1-ə. Amma 15-dən 13-ün ortaq böləni yoxdur. Yəni D variantı. Deyir, verilmiş kəsirlərdən hansı digərlərindən kiçikdir? Gəl baxaq. Elə görürəm ki, bax 8-də 6-dan 8-də 1, 7-də 6, 7-də 1. Kəsirlərdən hansı deyil, digərlərindən kiçikdir? Gəl yoxlayaq. 8-də 6, 8-də 1, 7-də 6, 7-də 1. Əvvəlcə 8-dən 8-də 1 arasında əlbəttə böyük olan hansı, kiçik olan hansıdır? 8-də 1. 7-də 6-dan 7-də 1 arasında da kiçik olan hansıdır? 7-də 1. Bunlar üçün də 8-dən 7-yə hər ikisinə də bölünə bilən ədəd neçədir? 56. 56-nı 8-ə böləndə 7, 7 dəfə 1 7. 56-nı 7-yə böldükdə isə 8, 8 dəfə 1 8. İndi mənə de görüm, 7 böyük olar yoxsa 8? Əlbəttə ki 8. Yəni hansı, əlbəttə ki bizə nə idi? Kiçik ədəd istəyirdi uşaqlar. Kiçik olanımız hansıdır? Əlbəttə 56-da 7. Yəni 8-də 1 kəsiri. Hansı variantdır? B variantı. 10-cu sual. 11-də 9 kəsirindən 11-də 3 kəsirini çıxsa, bax özü sənə sözlü şəkildə verib ki, görək çaşırsanmı? Bax 11-də 9 kəsirindən 11-də 3 kəsirini çıxsa, fərq neçə alınır? 11-də 6, yəni C variantı. Sonra verilən təsvir yolun onluq kəsirdən böyük olan kəsir hansıdır? Yenə bayaq izah elədiyim kimi. Burada baxa görək 10 1 tam olub deyə. Belə 1 tamdır. Çünki hamısı tamdır. 1 tam budur. Bu biri də var 2 tam. Burada da görüm neçədəndir. Bax 10, 20, 30, 40, 50, 60. 2 tam 60. Ya belə yaz, ya da 2 tam 6. İkisi də olar. İndi sənə deyir ki, bu kəsirdən böyük olan kəsir hansıdır? Gəl baxaq. 1 tam 6 heç kiçikdir. Əlbəttə 2 tam böyük olar, yoxsa 1 tam. Getdi. 2 tam 63. Aha. 2 tam 2 tam. 6 6. 6'nın yanında 3 var axı. 63 hara, 60 hara. Əlbəttə 2 tam 63 daha böyük kəsirdir. 2 tam 6 elə buna bərabərdir. 1 tam 60 elə 1 tam böyük olar, yoxsa 2 tam. Əlbəttə 2 tam. 12-ci sual. Deyir, fərqi adi kəsirlə ifadə etsək, hansı variant doğru olunar? Yəni, sürət və məxrəcdə adi kəsir nədir? Sürət və məxrəci olan kəsir. 6 tam 98 çıxıram. 3 tam 0,8. Yəni elə deyirəm 3 tam %8. 8-dən 8 0, 9-dan 0 9, 6-dan 3 3 tam 90. Bayaq dedim 3. Bunun hardan biləcəm? 10 yazıram, 1000 yazıram. Hardan bilirəm? Arxasında 2 dənə 0. Birin arxasında 2 0 olan hansıdır? Əlbəttə 100. %90. 3 tam %90 və ya bunun ixtisar formasından 90 ilə 100-ü nəyə bölə bilərsən? 90 ilə 100-ü bölərsən 10-a. 90-a böləndə 9, 100-ü də ona böləndə 10. 3 tam 10-da 9. Ya belə yaz, ya da bunu birbaşa belə də yaza bilərsən. 3 tam 9.
Bunu da kəsrdə necə göstərərsən? 3 tam 10-da 9. Hər ikisi də düzdür. Yəni D variantı. Belə. İndi C variantı biraz çətin tipli məsələlərə baxaq. Birinci sual. Təsvirə uyğun kəsr aşağıdakılardan hansısına bərabər ola bilməz? Yenə 1 sayıram görüm neçə hissəyə bölünüb. 1, 2, 3, 4, 5, 6, 7, 8. Neçə hissəyə bölünüb? 8. Neçə hissəsi götürülüb? 1, 2, 3, 4. 4 dənə hissəsi götürülüb. 8-də 4 ya belə yaz. Ya da eyni kəsrin sürət və məxrəci eyni kəsrə böləndə 4-ü 4-ə böləndə 1, 8-i 4-ə böləndə 2. Buna bərabərdir. Və yaxud da hər ikisini 2-yə böldükdə 4-ü 2-yə böldükdə 2, 8-i 2-yə böldükdə 4. Bu da buna bərabərdir. Və yaxud da 8-dən 4-ün məxrəcini də sürətini də eyni də vur. 4-ü 4-ə vurdum. 4-ü 2-yə vurdum 8, 8-i də 2-yə vurdum 16. Yəni sənə nəyə göstərmək istəyirəm? Sənə onu demək istəyirəm ki, bax, 2-də 1 kəsri də bu kəsrə bərabərdir. 4-də 2 kəsri də bu kəsrə bərabərdir. Hardan aldığımı izah elədim. 16-da 8 kəsri də bu kəsrə bərabərdir. Amma 12-də 4 kəsri bu kəsrə bərabər kəsr deyil. Yəni ki, hansıdır? İkinci D variantı. Sonraki sualımız qəşəng suallardan biridir. Deyir, fikrimdə tutduğum onluq kəsrinin onda birlərinin sayı 3. Yüzdə birlərin sayı bundan 2 dəfə çoxdur. Bu ədədin təkliklərinin sayı yüzdə birlərinin sayına bərabərdir. Fikrimdə tutduğum ədəd neçədir? Əvvəlcə deyim, yüzdə bir nədir, onda bir nədir, təklik nədir? Bax, məsələn, biz ədədlərimizdə deyirsən ki, 465-də, deyirsən ki, təklik, onluq, yüzü belə gedir. Amma bu kəsirlərdə belə olur. Tutaq ki, deyirsən ki, elə 7 tam 25. Qoy belə olsun, 17 tam 25. Burada, baxın, belə olur. Bu tərəf, buradan başlamısan, vergüldən bu yandan olur artıq o təklik, onluq, yüzü biz bildiyimiz. Amma buradan başlayır onda 1, yüzdə 1. Məsələn, bu yanına 6 yazılıbsa deyirsən ki, mində 1. Bu şəkildə bu qayda. Vergüldən bu yana belə oxunur. İndi baxırsan, deyir ki, onda bir fikrimdə tutduğum onluq kəsirinin onda birlərinin sayı, onluq kəsirdə onda birlərinin sayı, onda birinin neçə idi? Vergüldən bu yana 3-dür. Yüzdə birlərinin sayı isə bundan 2 dəfə çoxdur. Yəni 3-dən 2 dəfə çoxdur 6. Bu da yüzdə birimiz sayıdır. Bayaq yuxarıda qeyd etdim axı onda 1 yüzdə 1. 3, 6. Və bu ədədin təkliklərinin sayı isə yüzdə birlərin sayısına bərabər. Yüzdə birim neçə idi? 6. 6 təklikdir. 6 tam 36. Gəl görək indi bu şərtimizə tam ödəyirmi? Deməli, cavab B variantıymış. İndi bura baxın. Gəl baxaq görək bu ədəddə həqiqətən də belədirmi? 6 tam 36 düzdür. Onda biri 3-dür. Yüzdə biri 6-dır. Təkliyi də 6-dır. Yəni tam ödədir. Deməli, hansı variantdır? B variantı. Sonra lalə hədiyyə qutusu üçün onda 3 metr ağ lent, 20-də 4 metr sarı lent istifadə etdi. Bundan sonra o istifadə etdiyi lentlərin birlikdə uzunluğu qədər narıncı lent istifadə etdi. Lalə cəmi nə qədər lent istifadə edib? Baxın, onda 3 metr ağ istifadə edib. 20-də 4 metr sarı istifadə edib. Narıncı isə bu 2 lentin istifadə etdiyi 2 lentin, məsələn, onda 3 üstə gələk 20-də 4 kəsirinin ikisini bir yerdə narıncı istifadə edib. Mən də görürəm ki, bunların məxrəci fərqlidir. Mən bunu bilsən necə edə bilərəm? 20-də 4-ün məxrəcini 10-a gətirə bilərəm. Bax, onda 3 üstə gələk 20-ni 2-yə böləndə 10, aşağını nəyə bölmüşəmsə yuxarıdan bölməliyəm. 4-ü də 2-yə böləndə 2. Neçələrdir? 10-da 5. 10-da 5-dən narıncı istifadə edib. Tapıram ki, 10-da 5 narıncı istifadə edib. Və sənə deyir ki, nə qədər lent istifadə edib? Bayaq mən dedim ki, sarını necə göstərdim? Sürət və məxrəcini 2-yə böldüm. Bunu göstərdim 10-da 5. Deməli, 10-da 3 ağ istifadə edib, 10-da 5 sarı istifadə edib. Daha doğrusu, uşaqlar, üzürlü sayın. Burada 10-da 5 yox. 20-də 4-ü hər ikisini 2-yə böldüm. 4-ü 2-yə böl, öndə 2 düşür. 10-da 2 sarı, 10-da 5 də narıncı.
Toplayaq. 10-da 3 üzərinə gəl 10-da 2 üzərinə gəl 10-da 5 bərabərdir. Məxrəclər eynidir, heç nə qorxum yoxdur. Sürətləri toplayıram. 2-nin üstə 3, 5, 5-in üstə 5, 10. 10-da 10 nə deməkdir? Kəsr xətti nə deməkdir? Bölmə. 10-u da 10-a bölürsən 1. Yəni 1 metr istifadə edib. Hansı variantdır? Əlbəttə ki, D variantı. Sonra keçək 4-cü suala. Deyir, aşağıdakılardan hansı 2,5-də 2-dən böyük, 4,6-da 3-dən kiçikdir? Gəl baxaq. Yenə bayaqki yollardan eləyək. Bax, 2,5-də 2-nin kəsr hissəsini, hər ikisini eyni ədədə vuraq. Bunu da 2-yə vururam, bunu da 2-yə vururam. Görüm nə alınır? 2,4, 10-da 4. Bu, buna bərabər kəsirdir. Yəni, 2,5-də 2-lə bərabərdir 2,4. Bayaqdan izah edirəm. Niyə bərabərdir, nəyə görə bərabərdir. Mən də bu tərəfdən baxıram, görürəm 2,5-də yazıb. Bərabərdir, heç mənə lazım deyil. Deyir, 4,6-da 3. Gəl görək 4,6-da 3-ü nə edə bilərəm? Bunu da yenə kəsr olan hissəsini eyni ədədə bölərəm. 3-ü 3-ə böləndə 1, 6-nı 3-ə böləndə 2. 4,2-də 1 də bu kəsrə bərabər kəsirdir. Aha, görürəm o da var burada. Bu da lazım deyil. Sonra 4,7-də 2 var. Bir də 4,4-də 3 var. Baxın aşağılar. 4,6-da 3 var. Bir də 4,4-də 3 var. Tamları eynidirmi? Eynidir. Əgər sürətləri də eyni olarsa, bax belə bir qayda var, yadınıza saxlayın. Sürətləri eyni olarsa, məxrəci kiçik olan kəsir böyük kəsir, məxrəci böyük olan kəsir isə kiçik kəsirdir. Bax, bu 4,6-da 3 kiçik kəsirdir. Və 2,5-də 2-dən də böyükdür, çünki tamı 4-dür axı. 4,6-da 3-dən də nədir? Kiçikdir. Bircə dəqiqə uşaqlar, burada mən 4,4-də 3 vardı, bir də 4,6-da 3 var idi. Aha, bu səhvlər eləmişəm, bu idi da, bu. Bax, 4,4-də 3 böyükdür. Dedim axı, sürətlər eyni olanda məxrəci kiçik olan ədəd böyük kəsirdir. 4,4-də 3, yəni C variantı 4,6-da 3-dən böyük, daha doğrusu uşaqlar. Burada bir səhv elədim. Necə ki, mən böyük istəyir, burada kiçik deyilmiş. Mən böyüyü tapmışam. Yəni ki, burada C deyil, ha. C deyil. Çünki C böyükdür. Məndən 4,6 üstdən kiçik istəyir. O da A variantıdır. İnşallah ki, başa düşmüşsünüz o hissəni. O qədər yorğunluq var ki. İndi baxın 5-ci sual. Deyir ki, 4, 5, 9 rəqəmlərindən bir dəfə istifadə etməklə düzələn ən böyük onluq kəsir hansıdır? Neynəyəcəksən? Ən böyük onluq kəsir. Gəl elə variantlarıma baxın. Çox özümü neyəyoram ki, yazırsınız 9,54, bir mənim kimi. 95,4, 94,5, bir də 9,45 var. Mən bayaq gördüm, tam bir rəqəmlidir də, bu da bir rəqəmlidir. Dedim, indi bax görün mənə. Hansı böyük olar burada? Əlbəttə ki, 54. Çünki 45 böyük olar, yoxsa 54. Keçək indi bu ki. Bunların yanında da əlbəttə ki, bu kiçik olar. Çünki bu da 95 tamdır, bu da 4. İndi görün bunun hansı böyükdür? Əlbəttə ki, bu böyük olacaq. 95 tam hara? 94 tam hara? 95 tam 10-da 4. Yəni B variantı. Növbəti sual deyir ki, hansı kəsir digərlərindən kiçikdir? Hansı kəsir digərlərindən kiçikdir? Baxaq. 12-də 10. Bunu necə sadələşdirə bilərəm? Yuxarını da məxrəcidə eyni ədədə vuranda bölümdə 10-u 2-yə böldüm 5, 12-ni də 2-yə böldüm 6. Fikir verdin, hər ikisini də eyni ədədə böldüm. Deməli, bu adı, B-də də bu ədəd var. Deməli, bunlar bir-birinə bərabərdir. 6-da 3 yazıb indi. İndi də görüm 6-da 3 böyükdür, yoxsa 6-da 5. Hansı böyük olacaq? Əlbəttə ki, 6-da 5. Hər adımızı sağlayır. İndi 4-də 3 qaldı. Yenə 6-da 3 var, bir də 4-də 3 var. Bayaq dedim ki, gördüyün sürətlər eynidir. Görürəm 3, 3. Məxrəci kiçik olan kəsir. Görürəm 6 böyük, yoxsa 4. Əlbəttə ki, bu. Məxrəci kiçik olan kəsir ən böyük kəsirdir. Yəni 4-də 3 böyük olduğuna görə 6-da 3 burada kiçik qalır. Başa düşdünüz? 6-da 3 bizə kiçik olan lazımdır. Ona görə də C variantı.
Sonra keçək 7-ci suala. Deyir hansı bərabərlik doğrudur? Görək hansı bərabərlik doğrudur. %2 üstəgələk 10-7 bərabərdir yazıb ki 0,27. Gəl baxaq görək düzmü eləyib. Baxın %2 üstəgələk. Mən bunu ixtisar edə bilmədiyimə görə nə edəcəm? Eləyə də bilərəm əslində çox uzun edəcəm. Ona görə birbaşa bax 10 elə 10-u ona vururam 100 oldu. Eyniyə gətirdim. 7-ni də ona vururam 70. Çünki aşağı nəyə vurmuşamsa yuxarıda ona vurmalıyım. Oldu %72. İndi %72-ni mən belə yaza bilərəm. 0,72. Dedim axı bayaq 2 dənə sıfırın yerinə 2 rəqəmli deyə gəldi tutdum. Bu da yazıb 127. Xeyr. Belə olmaz. Deməli bu səhvdir. Keçirəm növbəti B-yə. Yazıb ki, bu A variantı idi, səhvdir. Yazıb ki, 10-3 üstəgələk %23 bərabərdir. Yazıb %53 də, yəni belə yazıb. Yenə 10-3-ü nə edəcəm? 100-ə gətirəcəm. 10-u ona vurdum 100. Aşağını ona vurmuşam deyə yuxarını da 3-ü də ona vurdum 30. Üstəgələk %23 bərabərdir %53. Elə hansıdır? Elə bunu da bu deməkdir də. Deməli bu doğru variantdır. Yəni B. Digərlərini də həll eləsəniz o şəkildə olacaq. Sonra keçək məsələyə. Səma evdən kitabxanaya kimi piyada getmək istədi. O əvvəlcə 0,15 km, sonra 1,1 km, daha sonra 1,1 km getdi. Səma əlavə 0,2 km-də getməlidir ki, kitabxanaya çatsın. Maşallah. Gözün qorxmasın. Elə otur sakitcə, sərgər şəkildə. Əvvəlcə gedir 0,5. %15 yəni. Sonra gedir 1,1 getsin. Daha sonra isə yenə 1,1 gedir. Yəni 1 yenə gedir. Əlavə olaraq da 0,2 getsin ki, kitabxanaya çalsın. Bunların boşluğa 0 yaza bilərəm. Heç bir problem yoxdur. Altada topla da 6. 1-in üstə 1, 2, üzərinə 2 gələndə 4. Vergülüm düz qaydasında 1-in üstə 1, 2. 2,46. Yəni bu qədər bəsit. Məsələn görüb də dilin qatlanmasın. Sonra uşaqlar 9-cu sual. Deyir ki, boş xanalara uyğun gələn ədədlərin cəmi neçədir? Bax, 48-də 36-dır. Düşünürəm ki, 36 nəyə bölüb ki, bu burada 6 düşüb, deməli 6-ya bölüb. Yuxarını nəyə bölmüşəmsə aşağını ona bölməliyim. 48-i də 6-ya böləndə 8. Düşünürəm ki, bu 8-i nəyə bölüb ki, 4 olub, deməli 2-yə. Aşağını nəyə böldümsə yuxarını ona bölməliyim. 6-nı da 2-yə böləndə 3. 4-də 3. Boş olan 8-dir, bir də 3. 8-in üstə də 3 neçə eləyir? 11. Yəni D variantı. Sonra 10-cu sual. Deyir ki, 15-də 3 üzərinə gələk 10-da 3. Yəni 10-da 6 kəsirini cəmi hansıdır? Gəl işimi asanlaşdırım. 15-dən 3-ü hər ikisində nəyə bölə bilərəm? 3-ə. 3-ü 3-ə böldüm 1, 15-i 3-ə böldüm 5. 10-dan 6-nı ikisini də nəyə bölə bilərəm? 2-yə. 6-nı 2-yə böldüm 3, 10-u da 6-ya 2-yə böldüm. Yəni hər ikisini eynidə də böldüm 5. Məxrəc olduğu kimi 5, çünki eynidir. Sürəti də 1-in üstə 3 gələn neçə eləyir? 4. 5-də 4. Hansı variantdır? Əlbəttə ki, C variantı. Deyir hansı müqayisə doğrudur? 6-da 1 böyükdür, yoxsa 5-də 1? Xeyr. Bayaq dedim, sürətlər eynidirsə, sürəti kiçik olan kəsir nədir? Böyükdür. Bu deyil. 5-də 3 böyükdür, yoxsa 5-də 4? Əlbəttə 5-də 4, bu da səhvdir. 8-də 5 böyükdür, yoxsa 2-də 1? Gəl yoxlayaq da, hər ikisini də 16-ya gətirək. Elə bu tərəfdəkini də 8-ə gətirim. 2-ni 4-ə vururam, 8. Aşağı nəyə vurmuşamsa yuxarıda. 1 də 4-ə vururum, 4. 8-də 4 böyükdür, yoxsa 8-də 1? Elə bu düz işarələnib. Yəni hansı variantdır? C variantı. 12-ci sual. Deyir ki,
42,86 ədədi ilə 12,7 ədədinin fərqinin üzərinə 5,100 gəlsək, cəm neçəyə bərabər olur? Gəl baxaq. 42,86 12,7 fərqini deyir. Gəl çıxıram. Boşda demişəm 0 yaza bilərsən. 6-dan 0 çıxanda 6, 8-dən 7, 1, 0, 3. 30,16. Üzərinə deyir. Bax, tamın altdan yazıram. Əsas iş buradadır. Səhv eləsən, yəni səhv olacaq. 5-dan 3 gəlsən 9, 1, 5, 3. 35,19. Yəni hansı variantdır uşaqlar? C variantı. Sonra keçək Azərbaycan dili suallarına. Deməli, Pələngova mətnimiz. Ovçu Kərim baba bizimlə söhbətinə belə başladı. Bizim Borçalı meşələrində pələng olmadığını bilirsiniz, ancaq keçmiş zamanlarda var imiş. 40-50 il bundan əvvəl kəndin yaxınlığında bir pələng görünmüşdü. Onun qorxusundan meşəyə heç kəs getmirdi. Bir gün eşitdim ki, kəndin yaxınlığında pələng 3 inək parçalayıb, ağlım başımdan çıxdı. Tüfəngimi götürüb getdim, dərəni aşdım, aşağı uzanan daşlı qayalı bir dağ ətəyi ilə meşənin içərisinə gedirdim. Günəş saralırdı, sular qaralmağa başlamışdı. Pələngi gözdən qaçırmamaq üçün yan-yörəmə baxırdım. Bir də nə gördüm? Uzaqda iki göz meşəl kimi yanır. Baxdım pələng idi, o da məni görmüşdü. Pəncəsi ilə açıq-açıq yeri eşit cırmaqlayırdı. Biraz da getmişdim ki, birdən-birə pələng yerindən atdı, bağıra-bağıra üstümə gəldi. Bir daşa söykənib tüfəngimi ona tərəf yönəltdim. Pələngin bir nəcib xasiyyəti var. Hücuma başladığı yerdən 3 dəfə ovun üstünə atılar. Bu 3 dəfənin heç birində ovlaya bilməsək küsüb gedər. Qalxdığı yerdən 2 dəfə üstümə atıldı. 3-cü dəfə az qaldı üstümə düşsün. Tüfəngimi qaldırdım və havada üstümə gələrkən qolları arasından nişan aldım. Pələngdən elə bir bağırtı qopdu ki, səsindən dağdaş titrədi. Gözlərim qaraldı, tüklərim ürpərdi. O 2-3 addım məndən aralı bir qaratikan kolunun yanında yıxılıb nərildəyirdi. 2 dəqiqədən sonra canını təslim etdi. Yaxınlaşdım. O igid heyvanı öldürdüyümə peşman oldum. Ürəyim kövrəldi, gözlərim yaşardı. Tüfəngimi bir tərəfə atıb qabağında diz çökdüm. Başını qollarım arasına alıb özündən, gözündən öpdüm. Mən pələngi öldürə bildiyimə görə çox sevincli idim. Pələngin dərisini soyub evə qayıdandan sonra qonşular başıma yığıldılar. Dedim ki, Borçalı torpağında bir igid var idi. O da bu gündən yaşamır. Bir saat əvvəl sakit və dalğın halda duran bu qoca artıq nəzərimizdə böyümüşdü. Deyir, mətndə pələngin nəcib xasiyyət dedikdə nə nəzərdə tutulur? Həmişə birinci dəfə hücum edib ovunu tutur, ovunu 3-cü dəfə mütləq tutmalıdır. Yalnız qorxduğu zaman hücum edir, hücum etdiyi yeri heç vaxt unutmur. 3-cü dəfə mütləq tutmalıdır. Bəli, çünki deyir ki, 3 dəfə tutanda, əgər 3 dəfə tuta bilməsə, onda deyir, küsüb gedirdi də. Sonra Kərim baba pələngi öldürdükdən sonra hansı hisslər keçir? O pələngi öldürdüyü üçün heç bir peşmanlıq hissi keçirmir. Xeyr, keçirir. Kərim baba öldürdüyü heyvanın dərisini soyub sevinir. Xeyr. Kərim baba pələngi öldürdüyü üçün özü ilə fəxr edir. O pələngi öldürəndə çox kədərlənir və özünü təqsirli sayır. Bəli, D variantı. 3-cü sual. Kərim baba pələngi gördükdə hansı addımı atır? O dərhal pələngi öldürməyə qərar verir. Bir daşa söykənib tüfəngini ona tərəf yönəldir. Kərim baba siyasi pələngi üzərinə gedir. Həmin an geriyə qayıtmağa qərar verir. Xeyr. Bir daşa söykənib də tüfəngini ona tərəf yönəldir. Sonra Kərim baba pələngi ilk dəfə harada görür? Gəlin mətnə baxaq. Deyir, bir nəcib xasiyyəti var idi. Baxın, burada yazdı. Biraz getmişdi. Birdən-birə pələngi atıb bağıra-bağıra üstümə gəldi. Daşlı qayalı bir dağın ətəyi ilə meşənin içərisinə gedirdim. Günəş saralırdı. Pələngi gözdən qaçırmaq olmurdu. Deyir, baxdım pələngi. Daşlı qayalı bir dağın ətəyi ilə gedəndə. Yəni dağın ətəyində. Harda görüb? Dağın ətəyində. Yəni C variantı. Sonra 5-ci sual. Qonşular Kərim babaya olan münasibəti hansıdır? Qonşular onu mühakimə edirlər, ona təşəkkür edir və hörmət edirdilər. Baxın. Burada mətnimizdə əvvəldə var idim, deyir, ancaq keçmiş zamanlarda aşağıda gələndə deyir, qonşular başıma yığdılar. Dərsini soyub qayıdandan sonra qonşular dedim ki, Borçalı torpağını bir əvvəl burada deyir ki, qonşular gəlib başıma yığışdılar.
hörmət göstərirlər. Niyə? Çünki bu şiri pələngi öldürüb də, yəni B variantı. Mətnə uyğun gəlməyən cümlə hansıdır? Mətnə uyğun gəlməyən cümlə deyir ki, mən pələngi öldürə bildiyimə görə gəlin oxuyaq bir bəri başda. Məsələn, birinci cümlə onun qorxusa meşəyə heç kəs getmirdi. Xeyr, elə bu onun ardıdır. Pələngi bir nəzib xüsusiyyəti vardı, tüfəngi qaldırdım. Amma burada deyir ki, üzündən gözündən öpdüm, peşman olub. Amma mən pələngi öldürə bildiyimə görə çox sevinçli idim. Yəni həm peşman olub, həm də sevinçli cümləsini ora yazmaq məntiqə uyğun deyil də, yəni D variantı. Kərim baba haqqında hansı doğru deyil? O pələngin dərisini dərhal soyur. Xeyr, əvvəlcə üzr istəyir. Üzr istəyir deyəndə qolundan, başından öpür. Peşman olub axı. O pələngin dərisini soyub evə qayıdır. Bəli, bu pələngin dərisini digər heyvanlarla birlikdə qoruyur. O pələngin dərisini meşəyə atır. Xeyr. Ay uşaqlar, burada səhvdir. Niyə ki? Çünki burada doğru deməlidir. Çünki bax, dərhal satır, belə bir şey yoxdur. Sonra pələngi dərisini heyvanlar birlikdə qoruyur, belə bir şey yoxdur. Dərisi meşəyə atır, yoxdur. Doğru fikir olmalıdır, amma doğru deyildir. O pələngin dərisini soyub evə qayıdır. Baxsanız siz də görərsiniz ki, 3 dənəsi heç uyğun deyil, amma B variantı doğrudur. Sonra 8. Fərqləndirilmiş cümlə mənası. Orada deyir ki, ağlım başımdan itdi də. Yəni məftun oldu, xoşuna gəldi, valeh oldu, xeyli bərk hissləndi. Çünki 3 dənə inəyə parçalanmışdı axı A variantı. Mətndə hansı hissələrdən bəhs olunmur? Hansı hisslərdən bəhs olunur? Peşmanlıq var, kədər var, məyusluq var, amma lovğalıq yoxdur. Yəni A variantı. 10-cu sual. Mətndən səslənən hansı fikir doğru deyil? Pələng Kərim babadan qorxub qaçdı. Xeyr, qaçmadı. Elə A variantı. Kərim babanın gözləri yaşarır. Bəli. Hadisələr Kərim babanın dilindən verilir. Bəli. Pələng Kərim babaya zərər verə bilmir. Bəli. 11-ci sual. Mətnə səslənən biri səhvdir. Obraz Kərim baba, məkan Borçalı, zaman 90-cı illər, hadisə pələngin nəhərə parçalanması. Görək zamana baxaq bir dənə. Deyir ki, zamanda görək nə var? 40-50 il bundan əvvəl deyir. 40-50 il bundan əvvəl. Baxın bura. Borçalı meşələrində pələng bir ancaq keçmiş zamanında varmış. 40-50 il bundan əvvəl kəndin yaxınında bir pələng görünmüşdür. 90-cı illər belə bir şey yoxdur. Məkan Borçalı idi, obraz Kərim baba. Amma zaman burada 90-cı illər deyil. Yəni C variantı. 12-ci sual. Mətndə bu epizoda rast gəlmək mümkün deyil. Kərim babanın pələnglə qarşılaşması var idi. Bu hissə var idi. Kərim babanın pələngin dərisini soyması var. Kərim babanın kəndə qayıtması vardı. Ovçuların barəsi xeyr, ovçu falan yox idi. Sadəcə Kərim baba idi. Deyir, mətnə səslənən hansı sualın cavabı yoxdur. Kərim babanın peşəsi nə idi? Ovçu idi. Pələngi necə öldürür deyir. Kərim baba niyə peşman deyir. Amma neçə nəvəsi var idi, o bilinmir. Sonra mətndən səslənən doğru fikir müəyyən. Borçalı meşədə pələnglərin çox olması məşhurdur. Xeyr, elə deyir ki, bizim meşədə pələng azdır. Bir dənə varmış, onu da öldürüb. Kərim baba pələngi birinci uzun zaman öldürür. Xeyr, üçüncüdə. Kərim baba pələngi öldürdükdən sonra başını qolları arasına alıb üzündən gözündən öpür. Bəli. Pələng Kərim babaya hücum edib onu yaralar. Xeyr. Mətndən səslənən pələng nəcib xüsusiyyətə malikdir. Bəli. Çünki bir ovu 3 dəfədə ovlaya bilməsə küsüb gedirmiş. Sonraki mətnimiz animasiya, yəni informativ bir mətndir. Animasiya xüsusi texnologiyalar vasitəsilə hər bir kadrın ayrı-ayrılıqda çəkilməsi ilə yaradılan kino sənətdir. Fransız sözü olan animasiyanın mənası canlandırma deməkdir. Hərəkət illüziyası ardıcıl rəsmlərin, modellərin və ya kuklaların fotoşəkillərinin çəkilməsi üsulu ilə yaranır. Emil Reynoviç və əsl animator hesab olunur. O, hərəkətli rəsmləri nümayiş üçün fırlanan barabandan, güzgü sistemi və fənərdən ibarət olan optik cihaz praksinoskop aparatı icad etdi. 1892-ci ildə Reyno özünə məxsus attraksiyon, optik teatr yaradır. Burada o tamaşaçılara 15-20 dəqiqə davam edən komik sujetlər nümayiş etdirirdi. Reyno rəsmlərlə yanaşı fotoşəkillərin istifadə olunduğu filmlər yaradırdı. Sonralar müxtəlif janr və texnikalarda işləyən digər sənətkarlar da belə kino filmlərin inkişafına öz töhfələrini verdilər.
Zaman keçdikcə animasiya kinematografiyanın bir hissəsinə çevrilərək kino janrlardan biri kimi öz yerini tutdu. Animasiyaların hazırlanması üçün kino çəkən aparatlardan istifadə edilirdi. 20-ci əsrin əvvəlində animasiya sürətlə inkişaf etmişdir. Animasiyanın müxtəlif növləri mövcuddur. Qrafik animasiya animasiyanın klassik növüdür. Obyektlər əlli ilə çəkilir, adətən kompüterə köçürülür. Həcmli animasiya müxtəlif materialların istifadəsi ilə yaradılan həcmli obyektlər, gəlinciklər, plastilin, barelyev, maketlər və s. Kompüter animasiyası obyektlər kompüter vasitəsilə yaradılır. 3D və 2D animasiyalar var. Flash animasiyalar və daxil olmaqla kompüter peşəkar kino istehsalında təsvirin çəkilmə və çoxaltma prosesini sadələşdirdi. Animasiya sənətkarları bu gün öz işlərində həm ənənəvi, həm də kompüter texnologiyalarından istifadə edirlər. Belə maraqlı mətndir. Əgər çətinlik oldusa sizə də qayıdın baxın. Yəni bir mətn sualını işləyib dönə-dönə ona baxmaq eyiblik deyil də. İşini dəqiq və 100% görməlisən. Hansı Emil Reynoya aiddir? Yaratdığı filmlərdə ancaq rəsmlərdən istifadə edirdi. Xeyr. Optik teatr yaratmışdı. Bəli. 15-20 dəqiqə davam edən lirik deyil. Baxın, mətnə qayıdaq baxaq. Deyir 15-20 dəqiqə davam edən komik süjetlər. Film hazırlarkən fotoşəkillərdən istifadə etmirdi, edirdi. Uyğunluğu müəyyən edin. 1892-ci il Reyno özünə məxsus attraksiyon optik teatr yaratdı. Aha, burada da var 1892. Deməli 1 doğrudur. A-nın altına 1 yazılan variant. Belə variantdan da çıxdaş edə bilərik. Görürəm ki, B variantından C variantı uyğun gəlmir. Keçirəm növbəti ikinci sual. Müasir dövrdə animasiyalar yalnız kompüter vasitəsilə yaranır. Xeyr. Yalnız kompüter vasitəsilə yaranır. Ən çox kompüter rol oynar. Qrafik animasiyalarda gənclərdən istifadə olunur. Düzdür. Animasiyalarda gəncliklərdən də istifadə olunur. Qrafik animasiyalar yox. Gəncliklərdən istifadə olunan həcmli animasiyadır. Uşaqlar, mən də çaşdım. Deməli ki, baxın, 2-dən 3 səhvdir, 1-dən 4 düzdür. Yəni, hansı variant A variantı? Mətndə əsasən aşağıdakıların hansını əminlə demək olmaz. Animasiya sözün mənasını deyir, elə başdan deyir. Girişdə animasiya növlərini deyir. Kino sənətində animasiyanın hansı üsulla yaranması. Baxın, burada kino sənətinin tarixini, bir də animasiyanın hansı üsulla yaranması. 2 variant arasında qalsan, gəlirsən burada baxırsan. Deyir ki, fotoşəkillərin çəkilməsi üsulla yaranır. Görsən, orada izah edir animasiyanın yaranma üsulunu. Amma kino sənətinin tarixindən danışmır. Sadəcə animasiyanın tarixindən danışır. Növbəti sual. Deyir, animasiya növlərinə əsasən doğru deyil. Kompüter 3D və 2D düzdür. Qrafik animasiya obyektlər əllə çəkilir. Həcmli gəlincik, qrafik animasiya maket yox. Qrafik ən sadə olanı idi. Aşağıdakı başlıqlardan hansı mətn uyğundur? Ənənəvi üsullar, Emil Reyno, canlandırma sənəti. Ən yaxşısı, ən uyğunu budur. Çünki animasiya mənası canlandırma idi. Animasiya sözün mənası nə idi? Elə 21-ci sualda onun əksisi canlandırma. Emil Reyno hansı cihazı istifadə etmişdi? Praksinoskop. Yəni D variantı. Aşağıdakılardan hansı animasiya növlərinə aid deyil? Əlbəttə ki, attraksiyon. Qrafik animasiya var, kompüter, həcmli. Bunlar elə məhz yuxarıda adı çəkilir. Animasiya necə hərəkət illüziyası yaradırdı? Baxın, burada mətnimizdə var. Ardıcıl rəsmlərin, modellərin və kuklaların fotoşəkillərinin çəkilməsi ilə fotoşəkillərin ardıcıl çəkilməsi. Baxın, D variantı. 25-ci sual. Mətndən əsasən doğru fikir müəyyən edin. Animasiya yaratmaq üçün yalnız kompüterdən istifadə olunmuşdur. Xeyr. Onun kim dedi? Əvvəl əldən çəkilib. 3D və 2D animasiya. Xeyr. Qrafik ən sadə olanı idi. Animasiya sənətkarları bu gün işlərində ancaq ənənəvi üsullardan istifadə edirlər. Xeyr. Emil Reyno animator hesab edilir. Bəli. Biri həcmli animasiyaya aid deyil. Burada həcmli animasiyada var gəlinciklər, barelyev, plastilin, maket. Bax, burada 3D o axırıncı olandaydı. Yəni D. Kompüter animasiyası var. Hə, bax, oradaydı. Praksinoskop hansı məqsədlə istifadə olunur? Elə o Emilin yaratdığı da buydu da. Burada da var. Deməli, hansı məqsədlə istifadə olunub? Güclü sistemi fənərdən və optikcə hərəkətli rəsmlərin nümayişi üçün.
Hərəkətli rəsmlərin nümayişi üçün, yəni hansı variantdır uşaqlar? D variantı. Sonra 28. Verilmiş cümlələrin hansında fakt hesab etmək olar? Fakt münasibətdə dəfələrlə demişəm. Mən qrafik alınması, bu sən bunun münasibətidir. Aptek teatr Reyno tərəfindən 1000 bax, bu əsl faktdır. Məncə var. Çox maraq, bu sənin düşüncəndir. Bunlar münasibətdir. Animasiya sənəti nəyi təsvir edir? Canlandırılmış hərəkət. Bəli, əlbəttə ki, hansıdır? B variantı. Hansı variant mətndəki fərqləndirilmiş ifadəni əvəz edə bilməz? Görək nədir? Məncə orada icad etmək sözü idi. Bəli, qırmızı icad etmək. İcad etmək. Əvəz edə bilməz. İxtira edirsən, yaradırsan, yoxdan var edirsən, təkmilləşdirmək yox. Sonra keçək riyaziyyat suallarımıza. Uşaqlar, indi riyaziyyat suallarımıza baxaq. Bu səhifə və sonraki səhifə ilə artıq yekunlaşdıracağam. Deyir, rəngçənmiş hissəyə uyğun kəsir hansıdır? Yenə sayırıq 1. Rənglərimizi sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 hissəyə bölünüb. Neçəsi götürülüb? 1, 2, 3, 4, 5. Burada 8-də 5 hissəsi götürülüb. Həmişə diqqət elə gör, rənglənmiş hissə deyir, bir də rənglənməmiş hissə. Sonra növbəti sual deyir ki, Samirin ad günündə bişirilən tortun 6-da 4-ü qonaqlar arasında paylanmalıdır. Tort 18 dilimə bölünmüşdürsə, qonaqlara cəmi neçə dilim tort veriləcək? 6-da 4-ü qonaqlar arasında paylanmalıdır. Deməli, 18-in 6-da 4-ünü tapırsan. 18-in 6-da 4-ünü tapırsan. Ki, görək neçə eləyəcək? Ona görə də 18-i vurursan 6-da 4-ü. Belə olduqda 18-i məxrəcə bölüb sürətə vuracaqsan. 18-i 6-ya böldükdə 3, 3-ü də 4-ə vurduqda 12. Yəni hansı variant? D variantı. Sonra fərq neçəyə bərabərdir? Bunu belə görüb də gözün qorxmasın. Bax, 6,58-dir. Bayaq izah elədim. Bunu da onluq kəsir şəklində yaz. 1,4. Dedim, buraya 0 yaza bilərsən. Fərqin də çıx. 8. 5-dən 4 çıxanda 1. 6-dan 5,18. Bunun kəsirini necə yazacaqsan? Gör, varmı? Belə var. Ola bilməz deyir. Hə, 5-də 18 də yaza bilərsən. 5,18 də yaza bilərsən. Sonra bölə bilərsən. 100-dən 18-i hər ikisində nəyə bölə bilərsən? 2-yə. 50-də 9 da yaza bilərsən. Sonra başqa. Baxıram, görürəm, variantlarda da elə 5-dən 18-i yazmışam. Bunu da yazmışam. Bunda hansı yoxdur? Elə A. Bayaq bunda yuxarıda bu 34 tiplində izah etmişdim. Yenə ona dairdir. Baxın, 1 tam, 2 tam. Deməli, 2 tamda nağd əlimdə var. Gör neçə hissəyə bölünüb? 1. Baxın, 1, 2, 3, 4. 4 hissəyə bölünüb. Neçəsi götürülüb? Elə bircə dənə. 2 tam 4-də 1. Yəni A variantı. Deyir, cəmi 1-ə bərabər olan kəsirlər hansılardır? Gəl baxaq. Cəmi 1-ə bərabər olan kəsir. Bax, qarşılıqlı sayda ədədlərin cəmi 1-ə bərabər olur da. Bax, elə hansı variantdır? Hə, elə bildim qarşılıqlı tərz ədədlərdir. Ağlım biraz getdi. Deməli, aşağılar bir-bir toplayırsınız. 11-də 10 üstə gələk 11-də 10 bərabərdir 11-də 20. Bu heç eləmir. Getdi. 5-də 2 üzərinə gəl 5-də 4. Məxrəcə indi deyə rahat toplayıram. 5-də 6. Bu da 1 eləmədi. 8-də 7 üzərinə gəl 8-də 8. Bərabərdir 8-də 15. Bu da ödəmir. Amma 9-da 3-ün üzərinə 9-da 6 gələndə eləyəcək sürətin 9, məxrəcdə 9. Belə olduqda 9-u 9-a böləndə 1 düşür. Deməli, hansı variantdır? D variantı. Sonra 36-cı sual. Deyir, cəmi ixtisar olunmayan kəsir şəklində yazsaq, hansı variantda doğru olar? Yəni, cəmi elə bir ixtisar olunmayan formaya gətirib çıxarmalısan. Buraya bax. 15-də 1 üzərinə gələk 15-də 5 bərabərdir 15-də 6. Yəni, bunu hər ikisinə bölünə bilən nə olar? 6-dan 15 hər ikisinə bölünən yuxarıya 3, aşağıya da 5, 5-də 3. Bundan artıq 5-də 3-dən oyuna nəyəsə bölə bilərsən? Xeyr, bölənməzsən. Ən ixtisar olunmayan variantı 5-də 3-dür. Sonra 37-ci sual artıq müəllimimizin dili də dönmür danışmaqdan. Deməli, atamın boyu 1,79-dur. Mən ondan 0,5
124 qədər. Bax, tamı tamamlıqda sayam deyə əlbəttə çıxacam da. 5, 5, 1,55-dir bunun boyu. Qardaşım isə məndən 1,55 mənim boyumdur. Mənim boyumdan 0,12 qədər hündürdüsü üzərimə gələcək. 7, 6, 1,67. Deməli, bunun qardaşın boyu neçəymiş? 1,67. Növbəti sual. Deyir, boş xanaya uyğun ədəd neçədir? Bax, 28-i nəyə bölüb ki 4 olub? Daha doğrusu 7 olub. Əlbəttə 4. Yuxarını nəyə bölmüsənsə aşağını ona bölürsən. Deməli, hansıymış? B variantı. Deyir, hesablayın və müqayisə edin. Yenə, onda 7-dən onda 4 çıxanda qalacaq onda 3. 20-dən 6 çıxanda, 20-də 6-dan 20-də 1 çıxanda qalacaq 20-də 5. Bildin də, nədir? Yuxarısı məxrəci eynidir. Yuxarını adi bildiyimiz ədədlər kimi topladıq. Gəl bunu eyni kəsrə gətirim. İstəsən, bölə bilməzsən, ona görə vuracam. Bunu da 2-yə vururam, bunu da 2-yə vururam. 6. 20-də 6 böyükdür, yoxsa 20-də 5? Əlbəttə 20-də 6. Yəni 10-da 3. Bu tərəfi işarə olacaq. Sonra deyir, Kamran sifariş etdikləri pizzanın 8-də birini, Arzu 8-də birini, Kamran 8-də 1, Arzu 4-də 2, Murad 16-da 2, Sinarə isə 8-də 2. Deyir, kim daha çox pizza yedi? 8-də 1 böyükdür, yoxsa 8-də 2? Kəmalə getdi. Yox, gəl bunları əvvəlcə belə eləyək uşaqlar. Bir dəqiqə. Bu kim idi? Kamran. Kəmalə deyirəm yazığa. 8-də 1. Gəl görə bunun hamısını nəyə gətir? Hamısını 16-ya gətirə bilərəm. 8-i nəyə vursam 16 eləyər? 2-yə. 16, yuxarında 2-yə vururam. 16-da 2. Yenə aşağını 4-də vursam 16. Aşağı nəyə vurmuşamsa yuxarında vurmalıyım. 2-nə 4-də vuranda 8. Bu onsuz 16-da 2-dir. Bu da yenə ssenariyanı aşağını 2-yə vurdum 16, yuxarını 2-yə vurdum 4. Hamısı yenidir də. 16-dır. Necə görək hansı böyükdür? 2 çoxdur, 8, 2 yoxsa 4? Əlbəttə 8. 16-da 8 Arzu daha çox yeyib. Bu qədər bəsit. Müxtəlif yollardan yaza bilərsiniz, amma ən yaxşısı budur. Sonra hansı variantda onluq kəsirlər artan sırayla düzülmüş? Dedim, onluq kəsirdə tamlarına baxırsan, sonra da yanındakı ədədlərə görə yazacaqsan. Baxın, 1 tam, 1 tam, 1 tam, 1 tam. İndi yanında 4, 48, 5, 66. Elə ən böyük görsən ki, ikinci rəqəmlər 6. Nədir bu? Artan sırayla yox. Görə eləm düzülüb. 40, 48, 50. Elə A variantı. A variantı artan sırayla düzülüb. 42-ci sual. Boş xanaya hansı ədəd yazılsa müqayisə doğru. 6-nı yəni deyir ki, bu tərəfdə böyük olsun da. Baxın, 6-da 5, 12-də nə qoya bilərsən ora? 6 nəyə vursan 12-yə yaxın olar? 2-yə. Aşağını 2-yə vurmuşam, yuxarında 10. Deməli, 10-dan böyük ədəd yaza bilərəm. 10 yazanlara bərabər olar. 9-dan da 8 heç yazmaram, kiçik olar. Elə 11-in özü, yəni B variantı. Sonra 43-cü sual uşaqlar. Deyir ki, hansı variantda bir kəsir digər ikisinə bərabər deyil? Bayaq dedim, sürətli məxrəci vuranda eyni olsun. Bax, 8-də 4 bölüb 2-yə yuxarını. 2 aşağını da bölüb 2-yə 4, 4-də 2. Onu da yenə 2-yə bölüb 1, 2. Bu elə bir-birinin davamıdır. 5-də 3, gəl elə üstündə göstərim. 5-də 3 bölüb 2-yə 6, 5-i də 2-yə vurub 10, bölməyib daha doğrusu vurub. 10-u, 6-nı, bax bu artıq bərabər gəlmir. Necə ki, 6-nı 2-yə vurub, məsələn 10-u nəyə vurub ki bu? Hə, bu belə eləyib, baxın. 10-da 6, 2-yə bölüb 3, 10-u da 2-yə bölüb 5. 5-i vurub yenə 3-ə 9, 15. Bu da bir-birinin davamıdır. Sonra 4-də 3, 2-yə vurub 3-ü 6, 4-də 2-yə vurub 8. Onu da yenə 8-də 6-nı 8-də 6-nı yenə nəyə bölə bilər? 2-yə bölüb, burada qalıb 3, aşağıda qalıb 4. Yenə 4-ü 4-ə vurursan 16, 16-nı da aşağıda nəyə vurmuşsan? Yuxarıya.
Aşağı nəyə vurmuşsan, yuxarına vurmalısın. 3-ü də 4-ə vuranda 12 eləyər. Burada 16 eləyər. 16-da 12 var, madəm 16-da 9 yazıb. Bu bərabər deyil. 44-cü sual. Deyir, boş xanaya uyğun müqayisə işarəsini yazın. Demişdim ki, məxrəcləri fərqli olub, sürəti eyni olanda, məxrəcində kiçik olan hansıdırsa, bax görürəm sürətləri eynidir. Məxrəci kiçik olan 7-dirəm, elə bu böyük olacaq. Bu yana B variantı. 45-ci sual. Sinifdəki şagirdlərin 7-də 2 hissəsi oğlandır. Qız şagirdlərin sayı bütün şagirdlərin hansı hissəsi? 7, bütün şagirdim 7-7-dir. Bununla 7-də 2-si qızdır, oğlandısa, burada qalacaq 7-də 5-də. Çünki 5-in üstəki gələndə 7 edir axı. Sonra 46-cı sual. 2 tam 8-də 4 kəsirindən böyük olan kəsir istəyir. 2 tam 8-də 4. Bunu necə sadələşdirə bilərəm? Bunu elə 2 tam 4-ə bölsəm 1, 8-də 4-ə bölsəm 2, 2 tam 2-də 1. 2 tam 2-də 1-dən böyük ədəd. Bax, 2 tam 8-də 3 olmaz. Niyə olmaz? Çünki bu kiçikdir. 2 tam 8-də 4-dən. Sonra mən demişdim ki, bayaq məxrəcləri, sürətləri eyni olub. Məxrəci kiçik olan kəsir böyük kəsirdir. Elə A variantı ödəyər. Hansı variantdır? Elə cavabım A-dır. Sonra 47-ci sual. Verilən onluq kəsirin sürətlə yazış, sözlərlə yazışı hansı variantda verilib? 12 tam 9. Elə hansı variantdır uşaqlar? B variantı. 12 tam 9. Çünki 100-ün arxasında 2-dən 0 var. Bu da 2 0-ın yerini tutub. Aşağıdakılar hansı kəsirdir? 9-da 7 4 kəsirinə bərabərdir. Baxın uşaqlar. 4-ü 4-ə vuranda 16, 9-da 4-ə vuranda 36. 36-da 16 bu kəsirə bərabər olar. Sonra 4-ü 9-u 3-ə vursam 27, 4-ü də 3-ə vursam 12. Elə C variantı. Yəni aşağı nəyə vursansa yuxarına da mütləq həmin ədədə vurmalısan. 5 tam 96 çıxırsan. Yəni toplama çıxma demişəm ki, eyni güclüdürlər. Belə soldan sağa doğru hesablayırsan. 3 tam fikir ver, hamısını alt-alta yazmışam. Burada 0, 6, 9-dan 5, 4, 5-dən 3, 2. 2 tam 46. 2 tam 46-ın üzərinə 2 tam 2 gəlirsən. Buraya yenə 0 qoya bilərsən. 6, 6, 4 tam 66. 4 tam 66 hansı variantdır? A variantı. Sonra uşaqlar 50-ci sual. Az qalıb haqarət. 50-ci sual. Usta su borusu çəkmək üçün 1 tam %35 metrlik quyu qazdı. Ancaq bu dərinlik boru üçün kifayət etmədi. O əlavə olaraq 0 tam %35 metr daha qazmalı oldu. Su borusunun uzunluğu nə qədərdir? Elə bir üzərinə gələcəksən %35 kəsirdən yazdım da. 1 tam %70. Buna necə yaza bilərsən? 1 tam 70. Bu şəkildə göstərə bilərsən. 100-ün arxasına 2 0 gəldi. 2 0-ın da yerini tutdu. Yəni D variantı. Sonra 51-ci sual. Deyir ki, uşaqlar, verilən təsvir uyğun onluq kəsirlə 10 tam %6-cı cəmi çəd. Bax, 1 tam, baxın, 1 tam, 2 tam, 3 tam. Bu 100-ü göstər axır. 100-də neçə dənədir? 1, 10, 20, 30, 40, 50, 54. 1, 3 tam %54. Bunu belə də yaza bilərəm. 3 tam 54. Bu ədəddən 10 tam %6-nın 3 tam 54 ilə cəmi. Hesablayaq. 10, 5, 6, 3, 1. Neçədir? 13 tam 6. 13 tam 6 ilə 13 tam 60 eynidir. Bayaq yuxarıda da izah eləmişdim. Sonra 52-ci sual. Verilmiş rəqəmlərdən bir dəfə istifadə etməklə düzələn ən kiçik onluq kəsirlə ən böyük onluq kəsirin cəmi neçəyə bərabərdir? Baxın, ön hissəyə bunu qoyuram. 42 tam 1 ən böyüyümdür. Ən kiçikdə nə ola bilər? 12 tam 4. Bunların da nəyini istəyir? Cəmini istəyir. Hesablayaq. 1-in üstə 4, 5. 2-in üstə 2, 4. 4-ün üstə 1, 5. 54 tam 5. Hansı variantdır uşaqlar? B variantı. Yəni, vergülü qoyub şey eləməyin də, sudurğa keçirtməyin.
digər ədədlər kimi. O bir ədədlər necə hesab veririk? Bunlar da onun kimi. Deyir, fikrimdə tutduğum qarışıq ədədin kəsr hissəsi 3,8 ədədin kəsr hissəsi ilə bax 3,8-in kəsr hissəsi bax bu qara ilə işarə elədiyim 10,8-dir. Kəsr hissəsi ilə 5-də 3 kəsirin, bax 10,8-dən 5-də 3 kəsirin fərqi. Gəl 10,8-i sadələşdirək. 10-dan 8-i 5-ə gətirmək üçün nə edə bilərəm? 2-yə bölərəm. Aşağıda qalar 5. Yuxarını da 2-yə böləndə 4. 5-də 4 çıxaq 5-də 3 bərabərdir 5-də 1. Fərqi tam hissəsi isə 5-in 2 qatıdır. Tam hissəsi isə 5-in 2 qatı neçədir? 10. 10 tam 5-də 1. Bunun fikrində tutduğu ədəd budur. Yəni hansı variant uşaqlar? D variant. Və sonuncu sualımız 54-cü sual. Deyir ki, fərqi qarışıq ədəd kimi ifadə etsək, hansı ifadə doğru olmaz? 9 tam 55 çıxaq 7 tam 43. 5-dən çıxırsan 2, 5-dən 4 çıxırsan 1, 9-dan 7 çıxırsan 2 tam 12. 2 tam 12-ni belə yaza bilərsən. 2 tam 12. 2 tam bölə bilərsən də 100-ü 2-yə bölsən 50, 12-ni 2-yə bölsən 6. Sonra nəyə bölə bilərsən? 2 tam bölə bilərsən 4-ə də bölə bilərsən. 100-ü 4-ə böləndə 25, 12-ni 4-ə böləndə 3. Bax, indi bura bax. 2 tam 112 yazdın. 2 tam 56 yazdın. 2 tam 25 3 yazdın, amma böldəm. Yəni B variantı. Bu qədər uşaqlar. Növbəti bölmə izahı gələn izahda olacaq. İnşallah ki, hər biriniz üçün faydalı olar. İnşallah ki, yeni bir şeylər öyrənərsiniz. Siz də kanala abunə olun. Digər sinif yoldaşlarınızla, digərlərlə paylaşın ki, hər kəs faydalansın. Sağ olun, salamat qalın.